Herkese salam. Bugün danışacağımız mövzu dəyər və dəyərsizlik haqqındadır. Və dəyərsizlikdən qurtulma yollarından danışmadan ilk öncə dəyərin nə olduğunu başa düşmək lazımdır. Dəyər insanların sənə verdiyi qiymət deyil və yaxud nə qədər çox insanın sənə hörmət etdiyi ilə də ölçülmür. Dəyər sənin özünə qiymət verməndir, özünə hörmət etməndir və özünü qiymətləndirməndir. Erik Fromm deyirdi ki, səni xoşbəxt edəcək tək şey özünü qiymətləndirməndir və öz dəyərdir. Həqiqətən də belədir. İlk öncə demək lazımdır ki, bunu anlatmaq lazımdır. Dəyər və dəyərsizlik hardan başlayır? Bunun tam olaraq bir yaş aralığı yoxdur. Yəni düşünürsən ki, hansısa bir yaş aralığında tamamilə bu formalaşdı. Əslində belə deyil. Bu adətən yaş kateqoriyalarında deyil, yaşadığın həyatla və yaxud da yaşadığın hadisələrlə formalaşan bir şeydir. Amma bir tərəfdən də yaş aralığı əgər mütləq bir yaş aralığı götürmək lazımdırsa, mən bunu yeniyetməlik və uşaqlıq dövrü ilə əlaqələndirərəm. Çünki uşaqlıq dövründə yaşadığımız hadisələr çox həssas olduğumuz üçün bizə çox təsir eləyir. Və yaxud da ki, təhsil sistemi, valideynlərimizin münasibəti adətən burdan formalaşır. Məsələn, bunu belə izah edə bilərik. Son dövrlərdə fikir vermisinizsə, məktəblərdə artıq hansısa bir qiymətlərlə sizi qiymətləndirmirlər və ya dəyərləndirmirlər. Məsələn, öncədən köhnə təhsil sistemində 5 qiyməti ilə dəyərləndirmə sistemi var idi. Məsələn, sənin biliyin 4 ilə, 3 ilə, 2 ilə və 5 ilə qiymətləndirilirdi. Amma hal-hazırki dövrdə isə adətən sözlərlə və yaxud da ki, hansısa işarələrlə ifadə olunur. Bu əslində düzgün bir sistemdir. Çünki həqiqətən də məktəbdə olan o qiymət sistemi bizi çox dəyərsizləşdirirdi. Yəni sən nə qədər çalışsan da səni 3 ilə 4 ilə qiymətləndirdiyində o zaman daha zəif olduğunu düşünməyə başlayırdım. Amma məktəbi qoyaq bir tərəfə. Yəni təhsil sistemində belə bir şeylər ola bilər, çünki mütləq şəkildə bir qiymətləndirmə sisteminin olması lazımdır. Ən çox bizə təsir edən valideynlərimizin bizim üzərimizdəki təsirləridir. Məsələn, bizi başqaları ilə müqayisə etmə duyğusu. Yəni bizi başqaları ilə daim müqayisə eləyirlər, bizim sözlərimizi qeydə almırlar, yəni anlayış göstərmirlər, bizi kiçildirlər, alçaldırlar və ən önəmlisi də başqaları ilə daim müqayisə elədikləri üçün bu dəyərsizlik o yaşdan bizdə formalaşmağa başlayır. Amma mən daha çox yeniyetməlik dövrü ilə bunu bağlayaram. Çünki yeniyetməlik dövründə 13-14 yaşlarında insanların özünü qiymətləndirmənin ən yüksək həddinə çatır və özünü qiymətləndirmə bu yaşda tamamilə formalaşmış olur. Əgər o dövrdə düzgün bir sistem olsa, ailən tərəfindən qiymətləndirildiyində, o zaman bu dəyər sistemi özgüvənli şəkildə formalaşa bilir. Bəs biz bu dəyərsizlik anlayışını, bu dəyərsizliyimizi necə aradan qaldıra bilərik? Bunun əslində tək bir yolu var və o tək yolun 4 faktoru var ki, 4 davranış var ki, bunu etsək, bu dəyərsizliyi aradan qaldırmaq mümkündür. Birinci növbədə təbii ki, sərhədlər qoymaqdır və bu sərhədlər mütləq şəkildə olması lazım. Bəzən insanlar sərhəd qoyanda bunu eqoizm kimi başa düşürlər və sən eqoistsən, artıq sadəcə özünü düşünürsən və adətən eqoist də demirlər, sənə eqolu deyirlər. Özünü düşündüyün üçün, özünü fikirləşdiyin üçün. Xeyr, bu eqoizm deyil. Qəti bir şəkildə sərhəd qoymaq eqoizm demək deyil. Və sərhədlər necə qoyulur? Birinci növbədə yox deyə bilməkdir. Sənə deyilən, sənə təklif olunan şeylərə yox deyə bilmək. Əgər yox deməyi bacarırsansa, sən artıq birinci pilləni tamamlamış olursan. Ona görə insanların hər dediyini qəbul etməməlisiniz. Və burada ailələr bizim üzərimizdəki təsiri mütləq şəkildə görülür. Hər bir yaşda əslində yeniyetməlik və uşaqlıq dövründə dəyər anlayışında, yəni öz dəyər anlayışında önəmli faktor ailə faktorudur. Və ona görə də Freud deyirdi ki, emosional yaralar fiziki yaralardan daha güclüdür. Həqiqətən də haqlı deyilmiş bir sözdür. İnsanların fiziksel yaraları getdikcə sağalır, yəni bir müddətdən sonra sağalmağa başlayır. Amma emosional yaralar daim bizim təfəkkürümüzdə və bizim ruhumuzda bizimlə həyatı boyu yaşayırlar və hətta bizim şəxsiyyətimizi formalaşdıran təsirlərdir. Və gələk dəyərsizlik məsələsinə. Bəs dəyərsizlikdə insan necə olur? Necə hiss edir özünü? Daim başqalarının istəklərini yerinə yetirmək, başqaları tərəfindən təqdir olunmaq. Bu Maslow'un ehtiyaclar piramidasında var. Yəni insanın öz dəyər anlayışını. Bu statusla eyni görsənsə də əslində status deyil, hörmət anlayışıdır.
Biz daim insanlara özümüzə aid hiss etdiyimiz üçün onlardan gördüyümüz təsirlər mütləq şəkildə bizə təsir eləyirlər. Təbii ki, müsbət təsirlər də ola bilər, mənfi təsirlər də olur. Mənfi təsirlər o zaman dəyərsizlik anlayışına keçir və bizim özümüzü dəyərsiz hiss etmemizə səbəb olur. İkinci davranışımız isə hər kəsi razı salmaqdan imtina etmək. Biz daim başqaları üçün çalışmağa başlayırıq. Adətən bizə uşaqlıq dövründə dayatılmış o fədailik düşüncəsi, fədakar olmaq, fədailik etmək düşüncəsi əslində bizim zəifliyimizdən, özgüvənsizliyimizdən irəli gəlir və adətən bəzən görərsiniz, bir sevgi dilənmək üçün, bir sevgi almaq üçün mütləq şəkildə başlayırıq insanların dediklərinə razı olmaq, onları razı salmaq. Yəni hər kəsi razı sala bilməzsən. Bu mümkün deyil. Və sevgi anlayışına baxsaz, məsələn, mən həmişə bunu analiz eləyirəm, pasientlərim arasında. Görürəm ki, məsələn, dəyərsiz hiss eləyən, vaxtda özgüvənsiz insanların çoxusu sevgi üçün çalışırlar. Həqiqətən də biraz şablon kimi görünə bilər, amma belədir. Ya bu sevgi deyəndə bu təkcə romantik sevgidən söhbət getmir. Ailə sevgisindən, dost sevgisindən də söhbət gedir. Və sevgi anlayışına baxsaz biz görəcəyik ki, orada daim bizi əzən insanları daha çox yaranmağa, daha çox sevməyə başlayırıq. Həqiqətən də bu belədir. Sanki insanları bir zehninə fokuslanmış bir fikir var. Biz güclüləri sevməliyik. Yəni bu avtomatlaşmış bir şeydir. Sən zəifsənsə avtomatik güclünü sevməyə çalışırsan. Ona görə də baxın valideynlərinizdən hansı daha çox sərtdirsə, daha güclüdürsə, onu daha çox sevməyə, daha görməyə çalışırsınız. Üçüncü davranışa gəldikdə isə öz istəklərimizi günah kimi görməməkdir. Həqiqətən də belədir. Biz bəzən öz istədiklərimizi, xəyallarımızı, arzularımızı həyata keçirmək istəyirik, amma deyirəm ki, məsələn, ailən üçün bir şey etməlisən, ailənin bir şeyə ehtiyacı var və sən də bir şeyə ehtiyacın var. Sən ailənininkini daha üstün tutacaqsan. Düzdür, həyat olaraq normalda bu normal bir şeylərdir, normal qaydadır, amma sən bilməlisən ki, sənin özün üçün etdiyin şeylər, sənin xoşbəxtliyin əslində ailənin xoşbəxtliyi deməkdir. Biz təbii ki, hansısa bir yüksək maddi istəklərdən söhbət getmir. Burada mənəvi ehtiyaclardan söhbət gedir. Sən mənəvi olaraq doyumlusansa, başqalarına da yetə bilərsən, başqalarına da sevgi və qayğı göstərə bilərsən. Amma sən özün qayğı görmürsənsə, sevgi görmürsənsə, özün özünə bunu edə bilmirsənsə, başqalarını xoşbəxt etmək mümkün deyil. Yəni sən xoşbəxt olmadıqca başqasını xoşbəxt etmək mümkün deyil. Sən sadəcə köləlik və yaxud da fədailik eləyəcəksən. Daim istəklərin yerinə yetirmək, başqalarının düşüncələri ilə razılaşmaq ən qəribəsi orasındadır ki, bunu mən qeyd etməyə çalışıram həmişə. Biz insanlarla danışanda və yaxud da ki, söhbət edərkən adətən fikirlərinə qarşı hörmət etməmizi gözləyir. Mən bir şey qeyd etmək istəyirəm. Fikirlər hörmət edilmək üçün deyil. Fikirlər müqayisə olunmaq və yaxud da ki, mübahisə mövzusuna çevrilə bilər. Dəyərləndirmə mövzusudur əslində. Biz hörmət etdiyimiz insanların şəxsiyyətləri olmalıdır. Yəni biz kimisə düşüncələrinə görə deyil, şəxsiyyətinə görə hörmət etməliyik. Və adətən bunu sənə dayatmağa çalışırlar. Sən mənim düşüncəmlə razılaşmalısan, mənim düşüncəmə hörmət etməlisən. Bu kimi ifadələri çox görəcəyik. Və mən hər zaman deyirəm ki, düşüncələr müqayisə, mübahisə mövzusudur və dəyərləndirmədir. Mən sənin düşüncəni dəyərləndirə bilərəm. Yoxsa əgər insanların fikirlərinə, düşüncələrinə hörmət etməyə çalışsaq, minlərlə fikirlər və düşüncələr var və bu minlərlə hörmət və yaxud da ki, sayğı deməkdir. Mümkünsüz bir şey. Bu səbəbdən insanların şəxsiyyətlərinə hörmət etmək lazımdır, onların düşüncələrinə deyil. Düşüncələr daim dəyişə bilir, müsbət də ola bilər, mənfi də ola bilər. Mən bunun hər birinə hörmət etmək məcburiyyətində deyiləm, amma insanların şəxsiyyətinə hörmət etmək mütləq şəkildə olmalıdır. Gəlirəm dördüncü davranışa. Dördüncü davranış, ən önəmlisi bunu sayıram əslində, kəşf edilməmək. Kəşf edilməmək nə deməkdir? Biz nə qədər insanla münasibətdə oluruqsa olağın, nə qədər insanlarla tanış oluruq, yaxınlaşırıq, səmimiləşirik, amma daim hər zaman özünüzü tam verməməlisiniz. Bu münasibətdə də belədir, dostluqda da belədir, ailədə də belədir. Mütləq şəkildə öz bir çərçivəniz olmalıdır və kəşf edilməyən davranışlarınız, xüsusiyyətləriniz mütləq şəkildə olması lazım. Kəşf edilməmisən, çox gözəl bir şey. İnsanlar tərəfindən sənin bu bacarıqların dəyərləndirilməyib çox gözəl bir şeydir. Yəni bu qaynaqlar sənə məxsusdur
Bir gün mütləq şəkildə bunu ortaya çıxardacaqsan və bundan istifadə edəcəksən və əslində bu uğurun sirridir. Yəni özünü kəşf etmək, amma başqaları tərəfindən kəşf edilməmək. Yəni xüsusiyyətlərindən və bacarıqlarından söhbət gedir. Sən nə qədər özünü gizləyə bilirsənsə, nə qədər öz bacarıqlarını özün üçün saxlaya bilirsənsə, o zaman daha uğurlu olma ehtimalın yüksəkdir. Və dəyər məsələsini bu şəkildə bitirmək istəyirəm. Çünki dəyər haqqında danışsaq çox danışmamız lazımdır. Amma bu 4 davranışı özünüzdə formalaşdıra bilsəniz, o zaman dəyərsizlikdən qurtulmuş olacaqsınız. Və anlaman lazımdır ki, birinci növbədə insanlar səni olduğu kimi qəbul etməsi lazımdır. Ya bu özünü qəbul etmək məsələsində bir haşiyəyə çıxmaq istəyirəm. Bir səfərində bir pasiyentim vardı, narkotik bağımlısı idi və o deyirdi ki, mənim yaxınlarım əgər mənim onları sevməmi istəyirsə, məni bu cür qəbul etmələri lazımdır. Bu doğru bir düşüncə deyil. Çünki bağımlılıqlar, narkotik, alkoqol, siqaret bu kimi bağımlısı olan insanlara, yəni bu davranışlarını qəbul edə bilmərik. Yəni bəzən davranışlarımız cəmiyyətə uyğun olması lazımdır. Yəni burada haşiyəyə çıxdım biraz. Bunu bildirmək lazımdır. Yəni insanlara bəzən düşünürlər ki, mənim bütün davranışlarım olduğu kimi qəbul olunmalıdır. Burada davranışdan söhbət getmir əslində, şəxsiyyətdən söhbət gedir. Və əgər bir yerdə sən özünü xoşbəxt hiss etmirsən və dəyərsiz hiss edirsənsə, mütləq şəkildə oradan uzaqlaş. Çünki sən dəyərlisən.